Mirzəfər Bağırovun güllələməyə məhkum olunması 56-20-ci Milli Azərbaycan qərargahının yaradılması 62-dir, bəli. 15-ci sual İmam Mustafayev Fəllaxovun dövrü buyur. Repressiyaya məruz qalanların bəraət verilməsi, bu İmam Mustafayevə aiddir. Bakı birbaşa Moskvaya tabe etmək planının pozulması, elə bu da aiddir İmam Mustafayevə. Xəzər dənizində ilk neft qurusunun plantalanması, xeyr, bu Çəkindir. 49-da. Bəli, kimin dövrünə düşür KFV-da? Mirzəfər Bağırov 33-53. Bəyan fondunda Azərbaycandan Ermənistandan deportasiyasının başlanması aid deyil. Uşaqlar, deportasiya qərarı 47-dir, 48-53-dür. O da kimin dövrünə düşür? Mirzəfər Bağırovun Stalin öləndə bilirik ki, dayandırılır.